bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavatı, selamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Salamlayıram əziz izləyicilər sizi. Quranda elmi ayələr mövzusu ilə inşallah sizlərin xidmətinizdə olacağıq. Quranda elmi ayələr var ya yox? Bu özü bir geniş bir mövzudur. Amma əsl məsələ odur ki, bu günləri insanlar hər birimiz bunu bilməliyik ki, Quran elm kitabı deyil. Quran bəşəriyyətə hidayət üçün gəlib. Quranın əsl məqsədi odur ki, Quran bizi hidayət eləsin, bizə doğru yolu göstərsin. İbrahim surəsinin əvvəlindən mən bir ayə oxuyuram. İnşallah ümidvaram ki, sizlər də onun mənasına diqqət eləyərsiniz. Allah buyurur, uca Allahımız, mehriban Allahımız belə buyurur birinci ayət. Əlif ləm ra, kitabun ənzəlnahu iləyk. Bu bir kitabdır ki, biz bunu ya Peyğəmbər sənə nazil etmişik ki, lituxricən nas minəz-zulumati ilən-nur. İnsanları zülmətdən, azğınlıq, zülmət burada azğınlıq mənasındadır. Zülmətdən nura, Allahın biizni Rəbbihim, Allahın izni ilə çıxardasan ila siratil əzizil hamid. Əziz Allaha tərəf. Təbii ki, Quranın əsl məqsədi insanların hidayəti üçün gəlib. Amma o Quranın içərisində doğrudan elmi ayələr var, yoxdur. Biz çox rastlaşırıq bu məsələlərlə. Çoxlu bu ayələr bizlərə təqdim olunur. Ən çox da hal-hazırda tərcüməsi olan təfsirlərdən biri də təfsir nümunə təfsiridir. O təfsir nümunənin özündə 14 dənə mövzu, elmi mövzu ki, Quran-ı Kərimdən çıxardılıb və insanlara təqdim olunubdur ki, o 14 mövzu elmi məsələlərdir ki, 1400 il bundan əvvəl insanların düşüncəsi elmi səviyyədə o yerdə deyildi ki, insanlar onu anlasınlar. Təbii ki, zaman keçdikcə, hətta bəziləri iddia edirlər ki, Quranın elmdən heç bir Quran, yəni elmdən, yəni kənar bir kitabdır Quran. Əslində biz diqqət elədikcə görürük ki, xeyr, Quranda elmi mövzularda var və çoxdur elmi mövzular ki, təfsir nümunə kitabı təfsirinin sahibi özü 14 dənə həmən elmi mövzulardan qeyd eləyib ki, mən başlıq olaraq